gelmişəm sizə bu bəstənilərdən düzəldim. Qoyasan uşağın qabağına, yesin mersi mama. Zəhmətin çək 2 daha əmbal, gəbək yesin. Əmmələri nazikdən qabığını soyacaqsın. Əmmələri soyundan sonra bir daha mikseri götürəcəksən, doğrayacaqsan mikserinin içinə. Bir daha da şirəsəl alacaqsan, 3 qaşıqda 3. 3 qaşıqda şirəsəl vuracaqsın. 1 qaşıq, 2 qaşıq, bu da 3 qaşıq. Bir daha da xama alacaqsan, məmulu xama. Bunun da yarısını vursan görər. Mikserin qapağını qoyacaqsan, başlayacaqsan. Ləvazimə gəlin at satandan bir daha qaliblərdən alacaqsan bunlardan. Bir daha çubə bəstəni. Yadından olsun, burasında dəlik var, rahat. Aha. Özünün əndazəsi var. Bu əndazə qoyacaqsan, çöp eşiklik qalsın. Bunun da gəlizliği bu həddə olacaq. Da bundan çox duru olmayacaq. Olsa da eyb eləməz, frizerdə donacaq. Qalibləri doldurandan sonra bir daha 2 daha bu cür bəğəlindən yapışacaqsan. Bu cür çırpacaqsan, geçsin kullan aşağısı da dolsun. Yadında olsun, bu cür bir daha boş qaba qoy. Qoy yarım saat 40 dəqiqə qalsın frizerdə, gəbək yəsində deyil. Bir bəstə şokolad təxtəyə alacaqsan bunlardan. Söysən vurasan, söyməsən də vurmazsın. Boşaldacaqsan bir dana kasıya, qoyacaqsan çaydanın ağzından, qoyasan öz halında ərisi. Kərə də olar, yağda, hangisi sənin evində rahat donur. Bu cür qatışdıracaqsın. Bunun adına deyərlər rəngə xuracı. Eləyə bilərsən bundan da vurasan, eləyə bilərsən evdə zəfəran olsa, zəfəran suyundan vurasan. Mən sarı rəngini aldım ki, əmbə ilə baham olsun. 3-4 gətirə bundan vuracaqsan. Eydəcəksən, qəşə bu cür səliqəli qatacaqsan. Bəstənilər frizerdən çıxardandan sonra qəşə bu cür aramdan, qalibdən qopardacaqsan. Aha. Eləyə bilərsən bu cür. Şokolatın içinə basasan, eləyə bilərsən də əslən şokolata vurmayasan. Bu da sənin əmbə bəstənin yer üşüdən, bura behnamdır.